Yay aylarında çox oxuya bilmirsiniz, reading slump-a girirsiniz, vaxt tapmırsınız, işə gedirsiniz, hava çox isti olur və s. Herkese salam, YouTube kanalıma hoş gelmişsiniz. Bugün sizlerle birlikte yay aylarında oxuya biləcəyiniz kitablar haqqında danışacağıq. Yay fəslini sevmirəm və yay aylarını da sevmirəm. Çünki hava çox isti olur, ağcaqanadlar olur. Mən yəni işləyən bir insanam. Mən iş adamıyam, işdəydim. Mən varlananda yay ayını mütləq ki sevəcəm, amma hal-hazırdakı fakirliyimlə mən yay aylarını sevə bilmirəm. Çünki çox isti olur, heç nə edə bilmirəm. Evdə oluram və yaxud da işdə oluram. Nəysə, və bu aylarda siz də mənim kimi hiss edirsinizsə və yaxud da tətilə gedirsiniz, dənizə gedirsiniz, haralarasa, başqa ölkələrə gedirsiniz, oxumaq üçün çox vaxtınız olmur. Amma oxuma vərdişini də bir kənara qoymaq istəmirsinizsə, sizin üçün çox gözəl kitablarla gəlmişəm. Onlardan biri Stefan Zweig'in Clarissa əsəridir. Ümumiyyətlə, Stefan Zweig klassik yazıçılardan biridir və məncə onun əsərləri zamansızdır bu öz yerində. Amma bu əsərini hədsiz çox sevirəm. Hətta mən bunu onun məşhur bir əsəri var. Yad qadının məktubu, Olağanüstü bir gecə və s. və digər əsərləri, Şahmat və s. Onlardan daha çox bu əsərini sevirəm. Mən Stefan Zweig'i hətta bu əsərinə görə sevmişəm. Ona görə sizə də mütləq şəkildə tövsiyə edirəm. Kitab 177 səhifədən ibarət olmalıdır. Yəni əlimdə olan nəşri, bu forması. Çox axıcıdır. Düzdür, mən yayda dram, ağlama, belə şeylər oxumağı sevmirəm. Məncə dramın fəsli qışdır, payızdır, bu aylarda daha yaxşı gedir. Amma dram var bu kitabda, sevgi var, ayrılıq var və s. Amma o qədər axıcıdır ki, o qədər yerin altını xətləmişəm ki, burada o qədər highlight etdiyim yerlər var ki, sizə mütləq şəkildə tövsiyə edirəm. Fərqi yoxdur, bu videoya qışda da baxa bilərsiniz. Heç bir fərqi yoxdur. Ümumiyyətlə, kitab oxumağın fəsli yoxdur. Nəysə, oxumağı sevirəm. Məncə dramın fəsli qışdır, payızdır, bu aylarda daha yaxşı gedir. Yəni, nə vaxt bu videonu baxırsınızsa, bu kitabı oxuyun, bu kitaba şans verin. Çünki heç vaxt peşman olmayacaqsınız. Daha sonra bu yaxınlarda bitirdiyim bir kitabdan danışmaq istəyirəm. Mart Bənövşələri. Bu kitabın məndə belə bir hekayəsi var ki, mən bu kitabı çoxdan görürəm. Yəni çox məşhur əsərdir. Yəqin ki, %99.9%-iniz bu kitabı bilirsiniz. Mən bunu hər dəfə görürdüm. Mart mənim ən sevdiyim fəsildir və mən mart ayında doğulmuşam deyə belə bir manifest eləyirdim ki, mən onu mart ayında oxumalıyam. Və mən bunu keçən il martda tapa bilmədim. Nəşri bitmişdi ümumiyyətlə. Özüm də həmin nəşriyyatda işləyən bir insan olaraq. Kitabın kökünə, yəni kitabı alacağım mənbəyə getmişdim. Mənbədə belə kitab yox idi. Yaxşı ki, mən bu kitabı bu il oxudum. Çünki bilmirəm, keçən il oxusam mənə o təsiri bağışlayacaqdımı? Çünki kitabın içinə girəcəksiniz. Kitabın içindən çıxmayacaqsınız kitabın sonuna qədər. Orada baş obraz Ester idi. Səhv etmirəmsə qızın adı yadımdan çıxdı. Esterlə bir yerdə oturacaqsınız. Bütün hər şeyə şahid olacaqsınız. Yəni elə bir kitabdır. Yazıçının qələmində zaten söz yox. Bilən bilir, Sarah John'un. Ən sevdiyim əsəri oldu. Çox qəşəngdir, çox axıcıdır. Romantika var, sir var, detektiv var. Yəni Sarah John'da həmişə mən bir azca da olsa detektiv qırıntıları hiss edirəm. Mən normalda detektiv sevmirəm, amma əslində detektiv deyil, romandır. İndi məni linçləməyin, amma gizli sir və s. nəyinsə tapılmağı o şəkildə, o mənada detektiv dedim. Nəysə, mütləq şəkildə oxuyun. Çox axıcıdır və mən bunu niyə yay aylarında oxuyacağınız siyahısına əlavə etdim. O haqqda da bir qısa bir məlumat verim. Mən düşünürdüm ki, mart yaz abu havasıdır da. Mən bunu yazda oxusam daha yaxşı olar. Kitabda hadisələr Baybridge denilən bir adada keçir. Ümid edirəm adını düz dedim. Nəysə də, yəni bir adada gedir və dəniz kənarında, sahildə və s. bu şəkildə olduğu üçün mən bunu yay aylarına daha uyğun gördüm. Ben öyle uygun gördüm. Öyle uygun gördüm. Yəni o yay abu havasını hiss edirsiniz. Yəni bunu qışda da oxusa sizə təsir eləyəcək, amma kitabın özü yaz-yay aylarında keçdiyi üçün tövsiyə etdim. Çox axıcıdır. Mütləq oxuyun. Yəni biraz xarici dildə, ingilis dilində kitablardan getmək istəyirəm. Çünki məndən çox vaxt ingilis dilində də kitablar soruşursunuz. Niyə də ki olmasın ingilis dilində kitablar siyahımızda. Mike Guy'ın ümid eləyirəm adını düz tələffüz etdim. His and Hers kitabı. Çox maraqlıdır, çox axıcıdır. Kitab əslində belə baxsanız qalın kimi gedir. 321 səhifədir, amma sizə belə bir içindən göstərmək istəyirəm. İngilis ümumiyyətlə hərfləri ilə yazılanda mı bilmirəm, daha tez-tez oxunur. Nəinki Azərbaycan hərfləri ilə yazılanda və boşluqlar var səhifələrdə çoxlu. Baxın, boşluqları görürsünüz burada. Biraz şriftlər böyükdür, ortalarda boşluqlar çoxdur, diyaloqlar çoxdur. Yəni
tez bitəcək bir əsərdir, sizi sıxmayacaq bir əsərdir. Çox dram oxumaq istəmirsinizsə, amma kitab oxumaq istəyirsiniz və ingilis dilində oxumaq istəyirsinizsə, bu kitabı sizə mütləq şəkildə tövsiyə edirəm. Mikrofonum yoxdur deyə bağıra-bağıra danışıram. Üzürlü sayın. Ümid edirəm səsim başınıza düşmədi. Nəysə, editdə düzəldəcəm zaten. Ona görə qışqıram, dəli deyiləm yəni. Mikrofonum yoxdur. Komik mi lan bu? He? Şu anda kendini çok mu komik zannediyorsun lan? Vallahi sana bıçağı sokarım, vallahi bağırsaklarını ortalığa dökerim senin ha. Nəysə, ingilis dilinizi inkişaf etdirmək istəyirsinizsə, B1 səviyyəsində bilirsinizsə, məncə rahatlıqla oxuya bilərsiniz. Hətta baxın, burada mən bilmədiyim sözlər olurdu bəzən nadir hallarda. Belə yazırdım kitabda ki, bu hansı sözdür, öyrənməyinizə də kömək edir. Yəni, bir səhifə oxuyursunuz və bir səhifədə, yəni belə bir səhifədə bir dənə, iki dənə söz sizə tanış olmayan sözlər olur. Onu da zaten axtarırsınız, tapırsınız, öyrənirsiniz və yaxud da oxuduğunuz anda anlayırsınız. Elə bir kitabdır. Nəysə, sonra digər bir kitabımız Məsudə Cabbarın Oynadığımız Son Oyun kitabıdır. Bu kitabı oxuyanda özünüzü bir dənə serialın içində hiss edəcəksiniz, filmin içində hiss edəcəksiniz. Ümumiyyətlə, yay ayı biraz da yəni tətilə getməyib evdə olanlar üçün, həftə sonunu evdə keçirənlər üçün işləsələr belə. Kinoya baxanların, seriala baxanların ayıdır da, fəslidir. Mən özüm də çox seriala baxıram. Özdəki belə axıcı, maraqlı seriallara. Yəni, bu da belə çox dinamik bir kitabdır, çox axıcı bir kitabdır. Mən ümumiyyətlə Məsudə Cabbarın oxuduğum bütün kitablarını tövsiyə edirəm. Oxumadıqlarımı da əminəm ki, bəyənəcəm. Çünki yazıcının qələmini çox bəyənirəm. Sizə də tövsiyə edirəm. Neçə səhifədir? 244 səhifədir. Sonra sizə 2 dənə bonus kitabla gəlmişəm. Bu kitabları xatırlayırsınız ümumiyyətlə. İl olardı, harcısı 2015-2016. İzləyirəm də 2015, 2016, 2017-ci illər bu kitablar Instagramda, Instagramın Instagram olan vaxtlarında çox məşhur olmuşdu. Mən də bunu universitetə hazırlaşırdım. Yoxsa 9-cu sinif imtahana, 9-cu sinif imtahana hazırlaşırdım deyəsən. Aygün City'nin içində biz Bakıxanada yaşayırıq. Mayak kitab evi var idi. İndi nəşriyyat olub, nəşriyyatı da olub. Yəni o vaxtlar kitab evi idi. Mən elə xatırlayıram. Oradan almışdım, çox sevərək almışdım və mən bu kitabların hər birini bir günə bitirmişəm. Çünki çox axıcıdırlar, çox maraqlıdırlar. Kitabların orijinal dili türk dilidir və bu kitablar da türk dilindədir. Amma ən maraqlısı odur ki, bu kitabı yazan xanım, yazıcı Azərbaycanlıdır. Mən sonra bu kitabları oxuyandan sonra xanıma marağım artdı. Gülay Hüseynova xanımın adı. Getdim mən həmin xanımı bir araşdırdım, YouTube'da bəzi müsahibələrinə baxdım, biraz Google'da o vaxtlar ChatGPT falan yox idi. Çox xoşuma gəldi xanımın ümumiyyətlə yazıçılığa və aktrisalığa doğru getdiyi yol. Səhv etmirəmsə, xanım aktrisadır eyni zamanda. Biraz kitablardan danışaq, bu kitablardan. Bu birinci hissədir, bu ikinci hissədir. Kitab tam bir Türk yaz dizisi. Yəni, o axtardığımız yaz diziləri var ya, yəni biz belə deyirik də, yay serialları. Yayda izlədiyimiz o seriallar, məsəl üçün Kiraz Mevsimi, Aşk, Mantık, İntikam, nə bilim, deyən görüm o vaxtlar İnadına Aşk və s. Yəni bu serialların adını çəkəndə nə hiss edirsinizsə, bu kitabları oxuyanda da onları hiss edəcəksiniz. Çox qəşəngdir. Tam yəni havasıdır, gedin alın oxuyun. Vloguma baxırdım. Gələcəkdən gəlirəm. Harası bir 10 dəqiqə sonrasından gəlirəm. Videonu çəkib bitirəndən sonra mən bir şeyi deməyi unutmuşam bu kitablar haqqında. Əsas məsələ bu kitablar Azərbaycan və Türkiyə arasında gedir söhbət. Yəni Azərbaycanlı da oxuyuruq burada, Türkiyəni də oxuyuruq. Xanım deyəsən Azərbaycanlı idi, yadımdan çıxıb. Yəni bu detalı deməyi unutmuşam. Bəlkə marağınıza bu da səbəb oldu. Belə hələlik indi gedim baxın ardına. Çox illər öncə oxumuşam, baxın necə bəyənmişəm. Yəni bunu sizə onu deyim ki, bu kitabları oxuyanda bu kitablardan yəni fəlsəfi düşüncələr, böyük bir şeylər öyrənməyəcəksiniz. Yəni bu kitabları öyrənmək üçün yox, əylənmək üçün oxuya bilərsiniz və əgər Reading Slamp-dəsinizsə, mütləq şəkildə Reading Slamp-dən sizi bu kitabları çıxarda bilər, yəni qurtarıcınız ola bilər. Reading Slamp nədir? Kitab oxuma depressiyası kimi deyə bilərik. Yəni oxuduğunuz kitablar getmir, oxuya bilmirsiniz heç vaxt. Bir neçə sətr oxuyursunuz, kitabın üzünü bağlayırsınız, ümumiyyətlə kitabın üzünü açmaq istəmirsiniz. Halbuki çox yaxşı kitab oxuyansınız, amma Reading Slamp-ə girmişsiniz. Bir də Google-da axtarışa verin, çıxacaq Reading Slamp nədir. Yəni bu kitablar sizin Reading Slamp dərmanınız ola bilər. Gedin mütləq şəkildə oxuyun. Bunları oxuyanda məktəbli idim, çox bəyənmişdim. Məktəblilər zaten bəyənəcək, amma belə böyüksünüzsə, indi özündə mənim 23 yaşım var. Yenə maraqla oxuya biləcəyim kitablar siyahısındadır. Çünki bəzən beynimiz o bilgiləri almır, o
bilgiləri öyrənmək, nəsə öyrənmək istəmir, nəsə fəlsəfi düşünmək istəmir, tarix öyrənmək istəmir, coğrafiya öyrənmək istəmir, heç bir bilgi qəbul etmək istəmir. Sadəcə dincəlmək istəyir, amma eyni zamanda dincələrkən də oxumaq istəyirsinizsə, mütləq şəkildə oxuyun bu kitabları. Həqiqətən çox qəşəngdirlər. Mənim tövsiyələrim bunlar idi. Hansı ki, yay aylarında çox oxuya bilmirsiniz, reading slamp-ə girirsiniz, vaxt tapmırsınız, işə gedirsiniz, hava çox isti olur və s. Bu tip narahat edici vəziyyətlər sizdə də baş verirsə və eyni zamanda kitab oxumaq istəyirsinizsə, mənim bu tövsiyə etdiyim kitabları mütləq şəkildə siyahınıza əlavə edin. Amma bəzi insanlar var ki, yay aylarında çox qalın kitablar oxuyur, deyirlər ki, mənim boş vaxtım bu vaxtdır. Məsələn, müəllimələr ola bilər ki, bütün il boyu işləyirlər, yay aylarında təhtilə çıxırlar və özlərinə vaxt ayırmaq istəyirlər və digər hər kəs. Yay aylarında daha qalın kitablar oxumaq istəyənlər, oxuyanlar varsa, rəylərdə yazın, onlar üçün də bir siyahı hazırlamışam. Bölüşəcəm, ümumiyyətlə bu partın davamı gələcək. Bəyənsəniz, əgər bəyənməsəniz gəlməyəcək. Paylaşmayacağam, çünki həvəsdən düşür. Əgər bəyəndinizsə, bəyənməyi, yəni like-a basmağı, kanalıma bir dənə abunə olursunuz, oradan subscribe düyməsinə basırsınız, takip et, izlə, artıq sizdə nə yazılıbsa abunə ol. Abunə olursunuz kanalıma və rey yazırsınız, mən də həvəslənirəm. Bu tip videolar çəkməyə davam edirəm. Bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Hələlik.